İndi isə təyini əvəzliklərə baxaq. Deməli, əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Yəni bu tərifdə diqqət edəcəyimiz məqam nədir? Ümumi şəkildə təyin etmək və yaxud da ki, müəyyən etmək də deyilə bilər buna bəzən. Ümumi şəkildə müəyyən etmək üçün. Bu nə deməkdir? Yəni biz bilirik ki, əşyaları müəyyən şəkildə necə deyək, təyin eləmək üçün biz sifətdən, saydan istifadə edirik. Məsələn, deyək ki, əlamətini bildirir, keyfiyyətini bildirir. Məsələn, yaxşı kitab, yaxşı adam, pis adam, hündür bina və s. vilaxır. Biz onların müəyyən cəhətlərini neynəmiş oluruq, göstərmiş oluruq. Amma hər adam deyəndə, yəni bir var yaxşı adam deyərik, bir də var hər adam deyərik. Hər adam dediyimiz zaman bütün adamlar nəzərdə tutulur. Yəni ümumi şəkildə adamları göstərmiş oluruq. Ona görə hər sözü burada əşyanı, yəni adam sözünü ümumi şəkildə təyin elədi. Bütün binalarda biz binaların hamısını nəzərdə tuturuq. Yəni burada təmirə ehtiyac olan bina da ola bilər, təmirsiz bina da ola bilər, yeni tikilmiş bina da ola bilər, köhnə bina ola bilər, dağılmış bina ola bilər, qırmızı bina ola bilər və s. və müxtəlif cəhətlər ola bilər. Amma bütün binalar dediyimiz zaman hamısı, yəni ümumi şəkildə bütün binalar nəzərdə tutulur. Filan küçədə yenə həmçinin, eyni kitabda yenə həmin deyək ki, o hansısa xarakterik cəhəti özündə ehtiva edən kitabdan söhbət gedir. Ona görə bu da ümumi şəkildə təyin olunmuş hesab olunur. Deməli, bizim təyin əvəzliklərimiz öz, hər, bütün, filan və eyni əvəzliklərdir və bu əvəzliklər quruluşca sadə olur. Təyin əvəzliklər cümlədə daha çox sifəti əvəz etdiyinə görə cümlədə də daha çox təbii ki, təyin olacaq. İndi nümunələrə diqqət yetirək. Baxırıq, hər kitabdan maraqlı məlumat əldə etmək olur. Deməli, hansı kitabdan? Hər kitabdan. Deməli, burada da yenə, baxın, sifəti əvəz etmişdir. Sifəti əvəz edib. Biz həyətdəki bütün ağacları suladıq. Hansı ağacları suladıq? Hansı ağacları? Hansı sualına cavab verir və sifəti əvəz edib və cümlə üzvü kimi də təyin vəzifəsindədir. Eyni hadisə bizim kəndimizdə də baş verib. Hansı hadisə? Eyni hadisə təyindir. Hansı sualına cavab verir? Deməli, sifəti əvəz etmişdir. Diqqət edəcəyimiz digər bir məqama baxırıq. Öz əvəzliyi özündən sonra mənsubiyə şəkilçili söz tələb edir və ayrılıqda təhlil olunmur. Sən öz əşyalarını götür. Sən öz əşya götür deyənmirik. Sən öz əşya mütləq neynəməlidir? Mənsubiyə şəkilçisi qəbul eləməlidir. Öz əşyaların, öz əşyalarım və yaxud da ki, bizim öz əşyalarımız mütləq burada özdən sonra gələn söz mənsubiyyət şəkilçisində işlənməlidir və hamısı birlikdə təhlil olunur. Ona görə də qeyd edirik ki, öz əvəzliyi sifəti əvəz etdiyi zaman təhlikdə təhlil olunmayacaq. Aid olduğu mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü olur. Başqa nümunədə deyə bilərik. Məsələn, öz kitabını mənə ver. Nəyi mənə ver? Öz kitabını. Bu ikisi birlikdə bir cümlə üzvü olacaq. Və yaxud da ki, bunlar mənim öz əsərlərimdir. Öz əsərlərimdir. Hamısı birlikdə cümlənin xəbəri olacaq. Çünki öz əsərlərim mənsubiyyət şəkilçisi ilə birlikdə işlənmişdir. Biz onu ayrılıqda cümlə üzvü kimi götürə bilmərik. Digər bir məsələ, öz və eyni əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edərək ismi əvəz edir. Bu zaman ismin sualına cavab verir. Hal şəkilçisi qəbul edə bilir. Cümlə üzvü kimi mübtəda, tamamlıq, ismi xəbər ola bilir və cəm şəkilçisi ilə işlənə bilir. Fikir verək nümunələrimizə. Özüm bu işlə maraqlanacağam. Özüm sözünə fikir versək, görür ki, mənsubiyyət şəkilçisi qəbul edib və mənsubiyyət şəkilçisi qəbul elədikdən sonra artıq kim sualına cavab verir və cümlədə mübtədadır. Fərman dayı indi özünü çox narahat hiss edir. Yenə öz sözün kökü, özü mənsubiyyət şəkilçisi, özünü təsirli hal şəkilçisi və burada da kimi narahat hiss edir, özünü tamamlıq vəzifəsində işlənib və ismi əvəz etmişdir. Bütün bu işlərin səbəbkarı özünsən, öz sözün kökü, sənin özün mənsubiyyət şəkilçisi, sən də şəxs
xəbərlik şəkilçisidir. Şəxs şəkilçisi. Bu da kimdir? Xəbər vəzifəsindədir, özünsən. Eynisi Kərimdə də var. Nə Kərimdə də var. Eynisi burada da yenə mənsubi şəkilçisi qəbul edirik və cümlənin mübtədasıdır. Bu məqamda yaddan çıxarmamaq lazımdır.